Demək uşaqlar, 51-ci salda practice sözü sayıla bilmir deyə qətiyyən onun qarşısına many, a few falan belə bunlardan hiçbir şey verə bilmərik deyə çıxırlar. Cavabımız qalır 1, 3, 4. Baxıram 1, 3, 4 variantı da yoxdur. Elotdan sonra isim gəlmir. Axı cavab ona görə 1, 3, Y variantı qalır. 52-ci sualda only ancaq a few, a little-dan işləndiyinə görə, country sözdə cəmdə olduğuna görə a few variantını verəcəksiniz. 53-cü sualda confidence özünə inam, etibar deməkdir. Yəni bu da sayıla bilməyən isim olduğuna görə qətiyyən a few, a lot-dan sonra isim gələ bilməz. A little more, anymore olar. 1, 3, 5 A variantı doğru cavabdır. 54-cü sualda courage cəsarət deməkdir. Cəsarət sayıla bilmir. A few-lə işlənə bilməz. A lot-dan sonra isim gələ bilməz. Yenə 1, 3, 5 variantı qalır. 55-ci sualda deyir ki, dünən Jane hardly bilirsiniz ki, inkarlıq bildirir. Dünən Jane heç nə yemədi. Bu o deməkdir ki, Jane çox az yedi də, yəni heçə bərabərdir. Ümumiyyətlə mat çoxdur, a lot çoxdur, mat çoxdur, enough kifayət qədərdir. Axı burada hardly deyir, necə onu verərəm? 56-cı sualda deyir ki, Sally heç qazanmır da, yəni demək olar ki, o deməkdir ki, yəni Sally çox az qazanır da. 57-ci sualda isə F-dən sonra cəm isim gəlməli idi. A lot of sack yox, sacks olmalı idi. Digərləri isə, məsələn, a little slice of cake, bir balaca tort dilimi. Bax, burada görürsünüz, a little balaca mənasında işləm. 4-cüdə də deyir ki, bir balaca kisə kömür. Yəni 3, 4, 5 doğru cavabdır, Y variantı. Bu a little-ın balaca mənası ayrıdır, az mənası ayrıdır. Onları qarışdırmayın. Məsələn, F-dən sonra cəm isim gəlməlidir, a lot of-dan sonra cəm isim gəlməlidir. Sonra 2, 4, 5 düzgün cavabımız qalır C variantı. 59-cu sualda changes, dəyişikliklər sözü cəmdədir. A lot-dan sonra cəm isim gələ bilməz. Maçdan sonra isə sayıla bilməyən isim gəlməlidir deyə 1, 2 D variantı. 60-cı sualda deyir ki, şansımızdan müəllifin speech danışığının pozitiv tərəfləri var idi. Burada pozitivə yox, tərəflər sözünə baxırıq. O da cəmdə olduğuna görə a lot-dan sonra isim olmaz. Little sayıla bilməyən tək isimlərlə işlənməlidir deyə Y variantı doğru cavabdır. 61-də kind, növlər, çeşidlər sözü cəmdə olduğuna görə little mat çıxar. So many, only a few, too many. Bunlar hamısı ola bilərlər. Yəni 1, 3, 5 düzgün cavabdır Y variantı. 62-ci sualda sorts. Yəni növ çeşid sözü cəmdədir deyə 1, 3, 5 doğru cavab Y variantı qalır. 63-cü sualda excited, həyecanlı deməkdir bu arada. Həyecanlı sözü sifət olduğuna görə uşaqlar enough sifətin qarşısında işlənə bilmir, sifətdən sonra işlənir. Saçdan sonra mütləq isimdə işlənməlidir. Such an excited film. Saçdan sonra elə bir ki, Sonya saçın qaydasını danışanda siz deyirsiniz ki, sodan sonra müəllim sifət gəlir, saçdan sonra isə sifət isim gəlir. Onda bəs saçdan sonra sifət gəlibsə ismi hanı yoxdur. Quiet sakit deməkdir, amma quiet olduqca deməkdir. Özündən sonra sifət adi dərəcədə istəyir. Big böyük deməkdir bu arada uşaqlar. Enough big yox, big enough olmalı idi. Saçdan sonra mütləq isim də gəlməli idi. Saç yenə isim gəlməli idi. Quite sakit deməkdir deyə quite big olduqca böyük deməkdir. A lot of juice düzdür. Maçdan sonra cəm isim gələ bilməz. F-dən sonra sayıla bilməyən isim gələ bilməz. Düzgün cavabım 1, 3, 5 yəni A variantı qalır. Burada isə söhbət limondan yox, limon sokundan gedir. Difficulties sözü cəmdədir uşaqlar. A little-dan maçdan sonra cəm isim gələ bilməz. So few, a little-dan sonra cəm isim gələ bilməz. So many-dən so few qalır. Demək ki, tərcümə eləməliyəm ki, deyir ki, qasırğa səbəb oldu çətinliklərə ki, uçuş ləğv olundu 2 günlük. Yəni çoxlu çətinliklərə də, amma few az deməkdir. 67-də yenə snowfall, qar, yəni görürsünüz təkdədir də. Onda a few-lə many-ni verə bilmərsiniz. So little, a little, so much. Olar. So little, a little ikisi də az mənasını verir. Demək olar ki, eyni mənanı verir də. Amma çox deməkdir. Mənə gəlir düzgün cavab D variantı olacaq. Amma yenə də tərcümə eləmək lazımdır ki, deyir ki, forecasters hava proqnozunu verənlər proqnoz ediblər ki, çoxlu qar olacaq ki, məktəblər dövlətdə təxirə salınacaq. Yəni az qar olsaydı uşaqlar təxirə salınmazdı. Demək ki, çox qardır deyə 67-də D variantı olacaq. 68-də salt duz deməkdir bu arada. Duz sayıla bilməyən isimdir. Many-ni çıxıram, few-nu çıxıram. 1, 5, 4, 1, 4, 5 Y variantı doğru cavabdır. 69-cu sualda isə advice sayıla bilməyən isimdir. Sayıla bilməyən isimdə many-ilə, few-ilə işlənə bilməz. Uşaqlar much else, else advice, else ümumiyyətlə, else'in qaydasını keçəcəyi, else bilirsiniz nəyə birləşir? 2 mövqedə işlənə bilir. Qayda dəftərinizdə var bu əvəzlik bölməsini açın, baxın.
iç aza, one anaza qarşılıq əvəzliyi var. Bax orada da. S ancaq işlənir. Who else, what else, where else. Bir sual əvəzlərlə işlənir. Bir də törəmələrlə. Yəni S belə nitto şəkildə gəlib cümlənin ortasına yerləşə bilməz. 70-ci sualda only. Only a few, a little-la işlənir. Only a few, a little-la işlənir. Only a few, a little-la işlənir. Nation sözü, dövlətlər sözü də cəmdədir deyə əlbəttə ki, a few-la verəcəksiniz. Much glass bottles. Burada deyir ki, şüşə butulkalar. Butulkalar sözü cəmdədir deyə uşaqlar maçla yox, meni ilə işlənməlidir. Many beer barrels düzdür. Çünki pivə barelləri. Few gold rings düzdür. A little chicken soup. Several vegetable salads olmalıdır. Çünki severaldan sonra gələn isim cəmlənməlidir. 2, 3, 4 A variantı doğru cavabdır. 72-ci sualda 1 düzdür, 2 düzdür, 3 düzdür. Amma much gold rings, qızıl sırqalar, qızıl üzüklər. Söhbət burada üzükdən gedir ay uşaqlar. Ona görə maçla yox, işlənə bilməz. Severaldan sonra isə deyir ki, cabbage soup, kələm supu. Söhbət burada supdan gedir. Sup da sayıla bilməyən isim deyə severaldan işlənə bilməz. Ona görə Y variantı doğru cavabdır. 73-cü sualda magazin sözü cəmdədir. Jurnallar. Elotdan sonra isim gələ bilməz, maçdan sonra gələ bilməz. Yəni cəm isim gələ bilməz. Ən azından sonra sayılan tək isim gəlməlidir deyə B variantı doğru cavabdır. 74-cü sualda isə poems, şeirlər deməkdir. Şeirlər sözü cəmdədir bu arada. Ona görə everydən sonra cəm isim gələ bilməz. Ümumiyyətlə yazı saxlayın ki, içdir, everydir. Bunlar həmişə tək isimlərlə işlənirlər, either'dir. Sonra bir də only a few, a little-la işlənir deyə cavabımız qalır 1, 2, 5, yəni C variantı. 75-ci sualda work iş sayı sayıla bilmir deyə yəni bu asandır. Y variantı qalır. 76-cı sualda interesting facts, maraqlı faktlar deməkdir. Faktlar sözü cəmdə olduğuna görə maçla işlənə bilməz. Elotdan sonra isim gələ bilməz. 1, 2, D variantı doğru cavabdır. 77-ci sualda fact sözü cəmdədir deyə avtomatik A variantını götürəcəm. Çünki many cəm isimlə işlənir. Make sözü cəmdədir deyə avtomatik yenə many variantını götürəcəm. 79-cu sualda interesting games, maraqlı oyunlar. Oyunlar sözü cəmdədir deyə bir dənə B variantını götürəcəm. Bitdi, getdi. 80-ci sualda fruit trees, alma meyvə ağacları. Söhbət meyvədən yox, ağaclardan gedir deyə meni variantı doğru cavabdır. 81-ci sualda student sözü cəmdədir deyə maçı çıxıram, a little çıxıram, 1, 3, yəni B variantı doğru cavabdır. 82-ci sualda weeks həftələr deməkdir. Həftələr sözü cəmdə olduğuna görə maçı çıxıram, a little çıxıram, 1, 3, yəni Y variantı doğru cavabdır. 83-cü sualda friends, dostlar sözü cəmdədir deyə maç a little çıxır, a lotdan sonra isim gələ bilməz. Little-dan sayıla bilməyən tək isimlə işlənir deyə D variantı doğru cavabdır. 84-cü sualda friends ilə cəmdədir. Little-dan, a lot-dan, much-dan işlənə bilməz. Deyir ki, I have got few friends in this village, that's why I feel lonely. Deyir, o qədər az dostum var ki, özümü çox tənha hiss edirəm. Student sözü 85-də cəmdədir deyə uşaqlar much çıxır, sonra a little çıxır, 3, 4, yəni D variantı doğru cavabdır. 86-da workers, işçilər sözü cəmdədir. İşçilər sözü cəmdədirsə, much, a little, ay bunlar nə asant gedir belə. Y variantı. 87-də deyir ki, bir neçə ədəbiyyat circles dairələri. Burada əsas circle sözündən gedir. Onda 2 səhvdir. Çünki circle sözü cəmlənməlidir. Bir neçə çay bag. Orada paket çaylar olur. Uşaqlar onlara tip bags deyirlər. F-dən sonra da gələn isim cəmlənməlidir deyə 1, 3, yəni C variantı doğrudur. 4-də isə bag sözü cəmlənə bilməyib. 88-ci sualda isə leather balls deyir ki, dəri toplar. Yəni toplar sözü cəmdədir. Few'dan sonra düzdür. 2-dən mı cəmlənməyib səhvdir. 1, 3. B variantı doğru cavabdır. Çünki 3-cüdə deyir ki, bir neçə pambıq dəsmallar. Yəni dəsmal sözü cəmlənməlidir uşaqlar. 89-da very few friends 1 düzdür. Very little patience 2 düzdür. Very a few ilə işlənməz. Very a little ilə işlənməz. Very ancaq ya few ya little ilə işlənir deyə 1, 2 C variantı. 90-cı sualda yenə uşaqlar very few, very little ilə işlənir deyə 1, 2 D variantı. Sonra only ancaq a few, bir də a little ilə işlənir deyə 1, 2 C variantı. 92-ci sualda yenə only a few, only a little olmalıdır deyə 1, 2. Sonra mistakes sözü cəmdədir deyə much-la işlənməz, a little-la işlənməz. İndi baxın, uşaqlar few azdır, very few lap azdır, a lot of çoxludur. Məncə indi burada çoxlu mənası verir. Çünki bunlar ikisi az deməkdirsə, demək çoxlunu götürərəm də. 93-cü sual deyir ki, mənim işdəki ilk günüm çox yaxşı da deyildi. Mən çoxlu səhvlər elədim. Amma mən az səhvlər elədim deyə bilmərsiniz ki. 94-cü sualda publishing houses, dərc etmə evləri, evlər sözü cəmdədir deyə uşaqlar a little çıxırsınız, much çıxırsınız. Very few-la few eyni məna verir də, az, lap az. Ona görə a lot of götürəcəm. Yəni tərcümə eləyək. Deyir ki, çoxlu dərc etmə evləri gənc yazıçılarla işləyirlər. Mən düşünürəm ki, bu əladır da. Sonra bir də yazı saxlayın ki,
Bax bu just var bax burada 95-96-cı suallarda. Just only ilə eynidir. Necə only ancaq a few a little ilə işlənirsə, just a few, just a little verir. İndi burada da söhbət milk süddən gedir. Süd də sayıla bilməyən isimdir deyə, just da ancaq a few a little ilə işlənir deyə a little verəcəksiniz. 96-cı sualda yenə just a few, bir də a little ilə işlənir deyə Y variantını, çünki days sözü cəmdədir. 97-ci sualda isə deyir ki, qonaqlar dəvət olmuşdu partiyaya, amma gəldilər. Yəni demək istəyir ki, ya az qonaq dəvət olmuşdu partiyaya, amma çoxu gəldi, ya da çox qonaq dəvət olunmuşdu partiyaya, amma azı gəldi. Məsələn, baxın B variant buradakı bata görə, batda çünki bir ziddiyyət olmalıdır. B variantında ikisində deyir ki, çoxlu. Uyğun gəlmir. Söhbət ikisində də qonaqlardan gedir deyə uşaqlar. Qonaqlar sayıla bilən cəm isim olduğuna görə, yəni a little'dır, much'dır, a lotdan sonra isim gəlməz deyə avtomatik C variantı qalır ki, çoxlu qonaqlar dəvət olundu partiyaya, amma azı gəldi. 98-ci sualda people sözü, insanlar sözü cəmdədir deyə, a lotdan sonra isim gələ bilməz, a little'dan sonra sayıla bilməyən tək isim gəlməlidir deyə, aynən B-nin arasına qalır. Burada da baxın bat var yenə. Amma demək ki, məsələn deyir ki, mən çoxlu insanlarla görüşdüm orada, amma onların çoxu dost canlı idi, yoxsa azı dost canlı insanlar idi. Ona görə biraz tərcümə eləmək lazımdır. 99-cu sualda time. Time nə deməkdir? Vaxt deməkdir. Vaxt sayıla bilməyən isimdir deyə many, a few çıxır. Elotdan sonra da isim gələ bilməz deyə D variantı doğru sualdır. Doğru cavab. 100-cü sualda tennis balls, tennis topları. Tennis topları söhbət tennisdən getmir ki, toplardan gedir. Toplar da uşaqlar necə isimdir? Cəm isimli deyə maçı çıxıram, elotu çıxıram, sonra elitolda çıxıram. Cavabım qalır 1, 2, bir də 5, yəni Y variantı. Bu arada gizli sözüm demirəm, gizli sözüm növbəti videoda olacaq.